Bunu eşidən ata videonu sona qədər izləyəcək. Bir qız uşağının gələcəkdə özünə necə dəyər verəcəyini tək bir insan müəyyən edir. Və bu insan çoxlarının düşündüyü kimi müəllimə deyil. Hətta hər zaman qızının yanında olan ana da deyil. Bu insan atadır. Ata qızına sən mənim ağıllı qızımsan, sən mənim gözəl qızımsan, səni çox sevirəm dedikdə, o sadəcə söz demir. O qızının gələcəkdə özünü necə görəcəyini formalaşdırır. Atasından dəyər görən qız sevgini dilənmir, özünü kiçiltmir, dəyərsiz münasibətlərə razı olmur. Çünki o artıq bilir, mən dəyərliyəm. Unutmayın, bir qızın özünə münasibəti çox vaxt atasının ona münasibətinin əksidir. Bu fikirlə razı olan varmı?